Buradan mənim sözüm İlqar Hacıyevadır. Siz mənə bir atvetka çəkmisiniz və dəvət eləyirsiniz müsahibəyə ki, mən sizinlə bir mövzudan danışım. İlqar, mən son 6 ilimi həsr eləmişəm ermənilərlə mübarizələrə. Mənim yerli bax bu temalarla heç aram yoxdur. Mən heç birinci dəfə sizi görürəm, eşidirəm. Mən həyatımda 2012-ci ildə bir dəfə sizi görmüşəm toyda. Bir dəfə və mənim keçmiş yoldaşım bir ay ərzində sizin uşaqlarınızda ingilis dili müəlliməsi olub. Sadəcə bu. Siz isə deyirsiniz ki, siz mənə hansısa şans vermişsiniz, neynəmişsiniz. İlqar, ilk öncə onu demək istərdim ki, mənim buradan sözüm o kişilərədir ki, xanımları müzakirə eləyirlər. Fərqi yoxdur xanım kimdir? Azərbaycan xanımıdır. Sadəcə bizə yaraşmaz. Mən də heç vaxt imkan vermərəm ki, kiminsə xanımı mənim yanında kimsə müzakirə eləsin. Sadəcə bu. Akord var idi, yox idi və heç mən xəbərim yoxdur. Mən yalnız ermənilərlə debatları keçirmişəm və bu mənim konkret temamdır. Xahişim buydu. Eşitdiniz məni, çox sağ olunuz. Eşitməmiz, özünüz bilərsiniz. Hamıya, bütün Azərbaycan xalqına uğurlar və gələcəkdə inşallah yenə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev olacaq və 30-40 ildən sonra o desə ki, bu namizəd, mən ona səs verirəm, mən də həmin namizədə səs verirəm. Çünki mən öz prezidentimi çox istəyirəm, çox inanıram ona və burada söhbət, bilirsiniz, yaltaqlıqdan getmir. Söhbət məhəbbətdən və hörmətdən gedir. Bax belə, sadəcə bu. Hamıya uğurlar.